Güclü cəmiyyət güclü qadınlarla qurulur. Qadınlara dəyər vermək, gələcəyə dəyər verməkdir. Qadın sağlamlığı kişi sağlamlığından daha çox önəmlidir, çünki onlar anadırlar. Qadının gücü isə çox səsli deyil, amma mənası çox dərindir. Qadın həyatdır. Qadın olmayan yerdə həyat yoxdur. Qadınlar, bayramımız mübarək olsun. Biz insanın səsini, nəfəsini, eşitməsini qoruyuruq. Amma qadının səsi çox vaxt bir ailənin ürəyinə çevrilir. Qadın bəzən çox danışmadan da hər şeyi anlatmağı bacarır. Biz həkimlər xəstələri müalicə edirik. Qadınlar isə dərin yaraları sağaldırlar. Qadının varlığı ailədə sağlamlığın zəmanətidir. Hər sağlam uşağın arxasında güclü bir qadın dayanır. Ana qayğısı tibbin verə bilmədiyi ən böyük müalicədir. Biz nəfəsi qoruyuruq. Qadın isə ailənin nəfəsidir. Qadın varlığı evə varlıq gətirir. Biz orqanın süzgəcini qoruruq. Qadın isə ailənin saf qalmasını. Qadın səssiz fədakarlığı ilə ailənin filtrini qoruyur. Qadın emosiyası zəiflik deyil, böyük bir daxili gücdür. Qadın anlayışı bəzən min sözün edə bilmədiyini edər. Biz dərinlikləri araşdırırıq, lakin qadın dərinliyi isə sonsuzdur. Qadın gücü bəzən görünmür, amma hər şey dəyişir. Biz ürəyin ritmini dinləyirik, amma qadının sevgisinin ritmi daha güclüdür. Qadın ürəyi həm dözümlüdür, həm də ailənin ən sabit dostudur. Orqanizmin tarazlığının qorunmasında mərkəzi sinir sisteminin və hormonal prosesin böyük rolu vardır. Həyatımızın tarazlığının qorunmasında isə xanımların özünə məxsus daha yüksək rolu vardır. Allah həm orqanizmini sabit eləsin, həm də həyatımızı sabit eləsin, qadınlarımız xoşbəxt olsun. Bugün qadınlardan danışdıq. Çünki sağlamlıq qayğı ilə başlayır. Qayğı isə çox zaman qadındır. Qadın zəif deyil, o zərifdir. Bu zərifliyi içində böyük gücü daşımaq qabiliyyətidir. Həmin o zərif gücə hörmətlə. Medikan Hospital ailəsi olaraq sizləri 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik. Hər zaman sağlam qalın.